xalq artistləri gəlin axtarırlar. Qoy fotolarını göstərim sizə. Gülyanar, Gülyaz bacıları. Deyirəm ki, bir vaxtlar var idi. Gülyanar, Gülyaz. Təbii ki, indi də bacıdılar, indi də məşhurdular, indi də onları dinləyən çoxdur. Amma o vaxtlar deyil. İndi maşallah cavanlar, nə bilim, heç cavan da olmayan ortalar səhnəni ələ alıblar, marxalarını böyüdüblər, dırnaqlarını uzadıblar, özlərinə sponsorlar tapıblar. Azərbaycanda daha həci qoymayıblar, bütün həcləri, Kərbəlayları, Məşədiləri ələ alıblar. Elə vaxt alırdılar, indi də alırlar, amma indi də çoxdur maşallah. Xalq artisti Gülyanar Məmmədova, bacısı və həmkarı Gülyaz Məmmədovanın oğlu Ramazandan danışıb. Gülyanar bacısı Gülyazın oğlundan danışıb. O da bir xeyli oğlunun yaşı var. Rubrika nöqtəza istinad edirəm. Müğənni bacısının evladını evləndirmək arzusunu dilə gətirib. Bunun üçün onlar qız axtarışına çıxıblar. Hər dəfə deyirəm ki, Ramazan nə vaxt gedim elçiliyə, xeyri yoxdur, gəlin axtarım. Ramazan tək Gülyazın yox, ikimizin də balasıdır. Gülyanar xanım, hələ biz ümumiyyətlə analar çox oğlanlarına qız axtaracaqlar. Bilirsiniz necə? Qızları sevmək lazımdır. Qızlar dünyaya gələndə sevə-sevə, o elə ana bətnində də olanda o sevgini görməlidir. Bu dünyaya gələndə də sevgini görməlidir. Bizdə Azərbaycanda çox qəribədir. Bəzi ailələr qız lazım deyil. Elə ana bətnində gəlin onu məhv edək. Bax, məhv edilən qızlar həyatda olsaydı, indi gözəl bir qız tapıb bacınız oğlunu evləndirərdiniz. Gəlin qızları qoruyaq.